اعوذ بالله من الشیطان الرجیم. بسم الله الرحمن الرحیم و به نستعین و هو خیر ناصر و معین. اللهم صل علی محمد و آل محمد و عجل فرجهم. Allah təbarək və Teala inşallah bizləri dünya və axirətdə Muhammed və ali Muhammeddən kənara salmasın. Hamımıza tevfiq ibadət, bəndəlik, tərk məsiyət inayət eləsin. Əhl-i beytin ziyarətini dünyada, axirətdə şəfaətini hamımıza nəsib və qismət eləsin. Söhbətimiz İslam tarixinin haqqındaydı. Söhbətimiz gəldi, buraya çatdı ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Peyğəmbərçiliyə çatandan sonra 3 il müddətində öz təbliğatını gizlin və məxfi başa apardı. 3 il Qureyşin və bütpərəstlərin, sərkərdələrinin xəbəri olmamışdan sonra onların xəbəri olmamışından qabaq, yəni demək olar onların heç bir xəbəri yox idi. Peyğəmbər öz təbliğatına idamə verirdi və xas bir əfradı ki, onların üstündə diqqəti var idi və nəzəri var idi, onları İslam'a dəvət edirdi. Hər halda indi qərar bu olubdur ki, Peyğəmbər öz dəvətini, təbliğini, risalətini ələni eləyə və geniş səviyyədə, ümumi surətdə, ümumi halətdə bu pəyamı, sözü və haqqı cəmaətə çatdıra. Peyğəmbər əgər istəyə öz dəvətini ələni halətdə, aşkara, bütün cəmaətə, hər yerdə elan eləyə, bunun 2 dənə bir mühüm vəsiləyə ehtiyacı var. Bir vəsilə-i bəyan və ikinci qudrət, qüvvət, qoşun və köməkçi. Birinci vəsilə ki, Peyğəmbər o vəsiləyə, yəni vəsilə-i bəyana, çıxışa, söhbətə tam dərəcədə alimdir, tam dərəcədə bu qüvvə Peyğəmbərdə var, eləyə bilər gözəl, şirin, fəsih və aşkar öz bəyanı ilə sözünü, söhbətini, dəvətini cəmaətin qulağına çatdıra və hər halda Peyğəmbər bu cəhətdən hər dərəcədə kamil idi və heç bir zəfi biləsində yox idi. Amma ikinci cəhətdən ki, əgər istəyir Peyğəmbər öz dəvətini ələni eləyə və Qureyşin sərkərdələrinin müqabilində dayana və onlarla mübarizə eləyə, müqabilə eləyə bilə öz hərəkətinə davam verdirə, bunun ehtiyacı vardı. Qudrət-i difaiyə, Peyğəmbərin gərək müdafiəsi ola, Peyğəmbərdən müdafiə eləyən ola, difa eləyən ola, Peyğəmbərin köməkçisi ola ki, Peyğəmbər bu 3 il məxfi dəvətin əsərində ancaq eləyə bilmişdi hududən 40 nəfər ələ gətirə. Bəs demək olar bu cəhətdən Peyğəmbər zəifdir və artıq bundan artıq köməyə, qudrətə, qüvvətə, cavana ehtiyacı var ki, eləyə bilə çoxlu bir bütpərəstlərin qarşısında dayanıb və onlarla mübarizə eləyə. Hər halda Allah təbarək və Teala tərəfindən Peyğəmbərə əmr olundu ki, ey Peyğəmbər, sənə lazımdır
öz əşirəyin, öz qovmu əqrəbayın, öz yoxun qohumlarıyın qədəm-i əvvəldə birinci onları İslam'a dəvət edəsən və ondan sonra tədricən öz dəvətin başqalara çatdırasan. Odur ki, Allah Təbarək və Teala Şuara surəsində 26-cı surə ayə 214, 215 və 216-cı ayələrdə Allah Teala belə xitab elədi Peyğəmbərə və Allah Teala öz xitabını, öz söhbətini Cəbrail əminin vasitəsilə Peyğəmbərə çatdırdı. وَانْزِرْ أَشِيرَتَكَ الْأَقْرَبِينَ Ey Peyğəmbər, öz qohumlarıyın, yoxun dostlarıyın, qohumlarıyın ki, sənə yoxundular, onları Allahın əzabından qorxut və onları İslam'a dəvət elə ki, gəlsinlər, din-i İslamı qəbul eləsinlər və sənə iman gətirsinlər. Bu ayənin əsasında indi Peyğəmbər nə etməlidir, nə iş görməlidir, nə etsin ki, yaxçı formada, yaxçı halətdə eləyə bilsin, bir tədadı öz qohumlarından bir yerə yığa və Allahın bu pəyamını, bu sözünü onlara çatdıra. Peyğəmbər bu məsələnin haqqında geniş fikirləşdi ki, nə etmək lazımdır? Nəticətən bu hədəfə çatdı, yəni aqibəti əmr bu nəticəyə çatdı ki, mənə bu işi görmək lazımdır, işi beləncə görmək lazımdır. O iş ibarət edir bundan ki, bu qəziyyəni Ali ibn Əbi Talib əleyhissalama buyurdu. Əlican, mən Allah tərəfindən məmur olmuşam, öz əqrəbamı, öz qohumlarımı, öz dostlarımı, yaxınlarımı İslam'a dəvət eləyəm və mənə belə gəlir ki, bir məclisi lazımdır təşkil verəğin, ta o cür bir məclisdə mən öz sözümü, söhbətimi onlara çatdıram. O gündə ki, Peyğəmbər bu sözü, söhbəti Ali əleyhissalamla araya qoydu. Ali əleyhissalamın hududən 14-15 yaşı var idi. Peyğəmbər Ali əleyhissalamın vasitəsilə hududən 45 nəfər Bəni Haşimdən, demək olar, Bəni Haşim qəbiləsinin o sərkərdələrindən, böyüklərindən dəvət elədi bir məclisə ki, məclis də qonaqlıq bir məclisdir. Ey Əlican, məsələn, belə buyurdu ki, sabahki günün mislində bir məclisi təşkil verəcəyik. O məclisə sən Bəni Haşimin sərkərdələrini, böyüklərini, hamısını ki, hududən 45 nəfər olarmış dəvət eləcəkən, Ali əleyhissalamı dəvət elədi, gəldilər, məclisdə iştirak elədilər və indi qərardır o məclisdə yiyəndən, içəndən sonra ki, Ali əleyhissalam onlardan qulluq edirdi, Peyğəmbər onların xidmətində idi. Peyğəmbər istədi məclisin axirində çıxış eləyə, öz sözünü, hədəfini onlara çatdıra ki, Allah tərəfindən mənə belə bir məmuriyyət gəlib. Amma Peyğəmbər söhbətini başlamamışdan qabaq Əbu Ləhəb məclisi bir-birə vurdu, səs-səda saldı və Peyğəmbərin hədəfindən xəbərdar olub və istəmədi Peyğəmbər öz sözünü, hədəfini cəmaətə çatdıra. Məclis öz hazırlığını əldən verdi. Daha bir münasibəti, yeri qalmadı ki, Peyğəmbər orada sözünü çatdıra. Hər halda Peyğəmbər gördü, şərait aradan getdi, vəziyyət bir-birə dəydi, daha elə bir münasibəti yoxdur, elə bir münasib vəziyyəti yoxdur ki, orada çıxış eləyə və söhbətini cəmaətə çatdıra. Oydu ki, yenə cəmaətdən dəvət elədi. Ay cəmaət,
mən sizin hamınızı sabahlarım yenə belənci bir məclisə dəvət edirəm. Mənim böyük bir pəyamım var, hədəfim var. Birisi gün yenə hamısı gəldilər. Bəni Haşimin sərkərdələri məclisdə iştirak elədilər və başqa bir qonaqlıq yenə Əli əleyhissalamın təvəssütü ilə təşkil tapdı. O məclisdə da Peyğəmbər çox diqqət eləmişdi ki, bir kəsi o məclisi bir-birə vurmuyor. Hədəfi budur ki, o məclisdə Qureyşin səranına, sərkərdələrinə sözünü deyə və Allahın o sözünü onlara çatdıra və itmam-ı hüccət eləyə. O idi ki, ərəb dilində belə bir söz var. Necə məsələn biz istəyirik bir dənə bir sözü cəmaətin içində cəmaətə çatdırağın və cəmaətin diqqətini özümüzə cəlb eləyəğin. Görürsən, ucadan deyirik diqqət, diqqət, təvəccüh. Yəni mütəvəccüh olun, diqqət eləyin. Mühüm bir məsələ var və mühüm bir məsələni istəyirik bəyan eləyəğin, sizin qulağınıza çatdırağın. O idi ki, ərəb belənci diqqət kəlməsinin yerinə ya səbaha deyərlər. Peyğəmbər durdu, cəmaat dağılmamışdan qabaq məclisin içində neçə dəfən dedi ya səbaha, ya səbaha. Uca səslə elə ki o Bəni Haşimin sərkərdələri kəlməyi səbahanı Peyğəmbərdən eşitdilər. Artıq diqqət elədilər ki, Peyğəmbər nə istir deyə. Hamısının həvası, fikri, diqqəti Peyğəmbərdə idi, qulaqları Peyğəmbərdə idi ki, görələr Peyğəmbər nə deyir. Peyğəmbər buyurdu, ey cəmaət, ay Bəni Haşimin sərkərdələri, böyükləri, əzizlərim, mənim sözüm, peyamım budur. Allah tərəfindən mənə əmr olunub ki, mən sizi ən gözəl, üstün, yaxşı, kamil dinə dəvət eləyəm. Allah tərəfindən sizə ən üstün din gətirmişəm və Allah Taala mənə hökm eləyib ki, sizi bu dini qəbul etməyə dəvət eləyəm. Bu din İslam dinidir. Mən sizi yeganə Allahın tərəfinə və onun dininin tərəfinə dəvət edirəm. Gəlin Allaha və Allahın dini İslam'a iman gətirin. Və söhbətinin axırında belə buyurdu. Sizin içinizdən kim eləyə bilər mənə qardaş ola? Kimdir mənə qardaş ola və kimdir mənə vəsi və canişin ola? Elə ki, Peyğəmbər sözü bu formada cəmaətə çatdırdı. Bu sözü deyəndən sonra Əli əleyhissalam ki, o zaman hududən bir 15 yaşında bir cavan olardı, məclisin içindən ayağa qalxıb, ya Rasulallah, ey Muhammed, aya icazə verirsən? Peyğəmbər buyurdu, deyindən görüm. Əli əleyhissalam dedi, ey Muhammed, mən hazıram sənə qardaş olam və sənə vəsi olam və sənə kömək eləyəm. Peyğəmbər buyurdu, ya Əli, əyləş görüm. Görüm ayrılarının, başqalarının nəzəri nədir? Peyğəmbər yenə həman söhbəti təkrar elədi. Ay cəmaət, ay Bəni Haşimin sərkərdələri, aya sizin içinizdə bir nəfəri vardır mənə qardaş ola, mənə vəsi ola, məni yardım edə, mənə kömək ola? Heç kəsdən səs çıxmadı, məclis sakit. Yenə Əli əleyhissalam burada Peyğəmbərin səsinə səs verdi və dedi, ya Rasulallah, mənəm sənin qardaşın və sənin vəsin və sənə kömək eləyən. Burada idi ki, Allahın Rəsulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm bütün öz qohumlarına, dostlarına
Bəni Haşimin sərkərdələrinə ki, o məclisdə huzurları var idi, buyurdu: ay cemaat, bilin bu cavan, yəni Ali əleyhissalam, bu cavan ki, indi durub öz ixtiyarı ilə elan elədi öz hazırlığını mənim qardaşlığıma və mənə vəsi olmağa elan elədi. Bilin, bu cavan mənim qardaşım, mənim vəsim və mənim canişinimdir. Onun sözünə qulaq asın və onun sözlərinə itaat edin. Hazreti Ali əleyhissalamı tam dərəcədə cəmaətə tanıtdırdı və tapşırdı ki, bu mənim qardaşım, vəsim və canişinimdir. Məclis buradan qurtuldu, cəmaət durdular, gülə-gülə məclisi istəyirdilər tərk eləyələr. Lağ eləməklə, məsğər eləməklə Əbu Talibə deyirdilər ki, ay Əbu Talib, görürsən və eşitdin ki, Muhammed nə dedi? Eşitdin ki, Muhammed nə dedi? Muhammed hökm elədi, dəstur verdi ki, sən öz oğlundan itaat edəsən. Sən öz oğlun Əlidən itaat edəsən və gəldi Əlini sənə böyük qərar verdi. Hər halda xülasə Peyğəmbərin bu sözlərini lağa qoydular, məsxərəyə qoydular. Və bundan belə ki, bu söz ciddi bir sözdür. Allahın tərəfindən Cəbrail əmin nazil olub, Peyğəmbərə məsuliyyət verib və Peyğəmbər Allahın hökmünü, əmrini burada icra edibdir. Elə ki, məclis başa çatdı, hər halda ərəblərin və o Bəni Haşimin sərkərdələrinin ürəyinə qorxu, iztirab, dəhşət düşdü və çox nigaran oldular. Əbu Ləhəb ki, istəyirdi orada məclisdən çıxa, çünki heç kəs heç nə demədi. Amma Əbu Ləhəb orada o məclisin sakitçiliyini bir-birə vurdu axirdə və dedi: vay olsun sənə ey Muhammed, elə sən 2 gündür bizi yığırsan buraya, bu məclisə, bu sözdən xatirə əsla və əbəda biz belə bir sözlərə qulaq asmanıq. Hər halda Qureyş, Səran-ı Qureyş, Qureyşin sərkərdələri, Bəni Haşimin sərkərdələri ki, hələ iman gətirməmişdilər, Peyğəmbərin bu dəvətindən sonra çox nigaran oldular. Öz əqidələrinə raci, öz imanlarına raci və öz Allahlarına görə ki, Peyğəmbər ehsas elədilər ki, Peyğəmbər onların əqidəsi ilə, onların bütpərəstliyi ilə istəyir mübarizə eləyə. Ondan o yana o Bəni Haşimin sərkərdələri, Səran-ı Qureyş hamısı bu fikrə gəldilər ki, lazımdır bundan bu yana Peyğəmbərlə mübarizə eləyələr və Peyğəmbərlə müharibə eləyələr. Hər halda ondan o yana hududən 10 iləcən, yəni 10 ilin müddətində istəyirdilər Peyğəmbərə və Peyğəmbərin hədəfinə böyük bir zərbələr vuralar və ziyanlar vuralar Peyğəmbərin mübarək vücuduna, onun hədəfinə, onun yoluna, onun fikrinə. Amma Allah Taala onların hamısının fikrinin qabağını alıb Allah onlara zərbə vurdu. Allah özü Peyğəmbəri hifz elədi, qorudu və nəhayətən 10 ildən sonra Peyğəmbər Məkkədə Məkkəni tərk eləyib, yenə də Allahın əmri ilə Məkkəni tərk edib və Mədinəyə sarı hicrət elədi və öz hədəfindən geri qalmadı və Allahın köməyi ilə öz hədəfinə çatdı. İnşallah söhbətimin ardını gələn cələsələrdə xidmətinizə ərz elərik, çatdırırıq ki, nə təhər oldu Qureyş və Səran-ı Qureyş,
Bəni Haşimin sərkərdələri, xülasə butpərəstlər, onları ki Peyğəmbərin qarşısında dayanmışdılar, nə cür Peyğəmbərlə mübarizə elədilər və Peyğəmbər onlarla nə cür mübarizə elədi və tədricən işin aqibəti və axirəti və nəticəsi nə oldu? İnşallah xidmətinizə çatdırırıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.